Salam aleyküm şeyx, Allah sizə bərəkət versin. Aleyküm salam və rəhmətullah. Şeyx, izləyicilərin sualları var, hansı ki, kommentarlarda bildirirlər, onları vermək istəyirsə. Bəli, buyurun. Birinci sual budur ki, salam, bildirilir ki, oruc gün çıxandan gün batana qədər tutulur. Lakin bəzi yerlərdə sübh azanı təxminən saat 05:50-də, həminki o vaxta görə deyir, hələ gecə qaranlıq olanda verilir. Və deyilir ki, azandan sonra yemək olmaz. Quranda isə ağ sap, qara sapdan seçilənə qədər yeyin, için, sonra gecənin qaranlığına qədər oruç tutun və orucu belə tamamlayın buyurur. Bu məsələdə izah necədir? Niyə insanlar fərqli-fərqli düşüncələrə düşürlər? Elhamdülillah. O ki, qaldı ağ sap, qara sap məsələsi necə ayədə gəlir. Sonra ayə bitir ki, minəl fəcr, fəcrdən. Yəni, biz ayəni düzgün başa düşmək üçün, düzgün başa düşmək üçün görək, bu ayəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə tətbiq edir və sahabələr. Çünki onlar xalis ərəb idilər və Quran da xalis ərəbcə nazil olub. Onlar bizdən daha düzgün başa düşürdülər bu ayəni. Şək yoxdur bunda. Və neçə il onlar bu orucu tutublar. Və biz ümumiyyətlə ibadətdən hamısı Peyğəmbərimizdən götürürük sallallahu aleyhi ve sellemdən. Orada məqsəd qaranlıq, sırf qaranlıq olmaq deyil. Orada məqsəd günün batmağıdır. Günün batmağıdır. Lazım deyil, lap qaranlıq. Bəziləri başa düşür ki, lap qaranlıq olmalıdır. Zülmət, yox, elə səhvdir. Ona görə o, hətta sübhdə də, o deyir 05:50-də, ümumiyyətlə belə məsələlərdə təqvim düzdür, təqvimlər fərqli olur. Məsələn, 5 dəqiqə, 10 dəqiqə, onlar qorxulu deyil. Təqvimə əsaslanın və orucunuzu elə bitirin, tutun və bitirin. Bəli.